Salam. Bu videoda biz Testbank təhsil platforması ilə keçirilən sınaq imtahanları zamanı köçürmə hallarının qarşısının necə alındığı ilə tanış olacağıq. Bunun üçün imtahan bölməsinə daxil olaq. Burada imtahan qaydalarında imtahanın hansı qaydalar üzrə keçirildiyi göstərilib. Burada gördüyünüz kimi imtahan zamanı başqa səhifələri keçid etmək, brauzeri keçirtmək və ya digər pəncərəyə keçmək və digər qadağalar öz əksini tapıb. Bunu əyani şəkildə göstərmək üçün sınaq imtahanı təşkil edək. Təsadüfi test seçimini seçirik. 4 suallıq imtahan yaradırıq nümunə üçün. Hansı testlərdən istifadə edəcəyimizi seçirik. Məsələn, 100 və 200-cü testlərdən 3 test, 400 və 500-cü testlərdən 1 test, 550-ci testlərdən 1 test. İmtahan qaydalarıyla razılaşırıq. İmtahanı başla düyməsinə basırıq. Qarşınızda suallar görünməyə başlayır. Gəlin digər səhifəyə keçid edək. Məsələn, başqa bir proqrama. Gördüyünüz kimi bu zaman ekranda belə bir yazı görünür. İmtahan ləğv edildi. İmtahan qaydalarının pozulması səbəbindən imtahan ləğv edildi.